Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Ağciyərdə müalicəsi olmayan xəstəlik yaratmaq haqqında məlumat vermişdik. Alimlər indi də daha 2 xəstəlik yaratmağı barədə məlumatlar verirlər. Veyplərin insan sağlamlığına nə boyda ziyan vurduğunu isə növbəti sujetdə biləcəksiniz. Elektron siqaretin daha bir təhlükəsi aşkarlanıb. Elektron siqaret çəkənlərdə cinsi disfunksiya halları müşahidə edilir. Həmçinin ağız boşluğunun selikli qişasında xərçəngin erkən mərhələləri aşkar edilib. Bundan əlavə artıq sübut edilib ki, elektron siqaretlər tütünə nisbətən DNT-də mutasiyalara 2,6 dəfə daha çox səbəb olur. Bu sözləri Şimali Qafqaz Federal Universitetinin eksperti Gleb Evchenko bildirib və qeyd edib ki, bunlar problemlərin yalnız kiçik və alimlərə məlum olan hissəsidir. Xatırladaq ki, ötən ay Rusiya vətəndaşında veypdən yarandığı iddia edilən popkorn xəstəliyi aşkar edilib. Xəstəlik məktəblinin ağciyərində həyati təhlükə yaradacaq qədər ciddi fəsadlara səbəb olub. Sosial şəbəkələr və zərərli vərdişlər. Alimlər iddia edir ki, sosial şəbəkə asılılığı narkotik, içki, siqaretdən çox daha təhlükəlidir. Bunu niyə eləyirlər və bu iddiaları nəyə əsaslanır bilmək üçün diqqətlə sujetə baxmalısınız. Alman alimləri sosial şəbəkələrin, qısa videoların və oyunların yeniyetmələrə təsirini araşdırıblar. Tədqiqatçılar belə qənaətə gəlib ki, 10-17 yaş arası uşaqların sosial aludə olma riski yüksəkdir. Almaniya Araşdırma Uşaqlıq və Yeniyetmələrin Narkomaniyasına dair Araşdırmalar Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Mərkəzin direktoru Rainer Tomasius bildirib ki, onların müşahidələrinə görə 10-17 yaş arası yeniyetmələr medianın zərərli təsirinə, alkoqol və ya narkotikdən 50 dəfə daha çox həssasdırlar. Gənclər arasında asıllıq pozuntuluqlarının tsunamisi ilə üzləşdik. Məncə bunu tamamilə qiymətləndirmirik. Alimlər hesab edir ki, qızlar yeniyetməlik dövründən daha çox sosial bacarıqlara malik olduqları üçün oğlanlar zərərli təsirlərə daha çox həssasdır. Media məzmunu mərkəzi sinir sisteminə yalnız dolayı təsir göstərsə də, zərərli vərdişlərlə eyni mükafat mexanizmlərini təhrik edir və asıllığa səbəb olur. Üstəlik, alkoqol və narkotikdən fərqli olaraq Instagram və TikTokdan daimi istifadə sosial baxımdan qınalınan fəaliyyət hesab edilmir. Əvvəlcə nəyi yeməliyik, nə qədər yeməliyik, bunu bildilər. İndi isə alimlər elə mikro xırda çiplər kəşf ediblər ki, yemək yediyimiz zaman hansı maddə, hara, nə qədər ötürülür, bədənin hansı əzası özünə nə qədər kalori və yaxud da milli kalori götürür, bütün bunların hamısını izləyən cihaz kəşf ediblər. Təsəvvür edirsiniz, yeməklə bir yerdə həmin o sensor cihazlar bizim nə qədər yediyimizi və yediklərimizin hara getdiyini dəqiqliklə ölçüb bizə çəkimiz barədə ideal məlumatlar verirlər. Düşünürəm ki, dünya artıq arıq və tamamilə sütun kimi görünmək məsələsində ağlını birazca itirib. Kaliforniya Universitetinin alimləri qida, dərmanlar və toxumalar parçalanarkən bədəndə əmələ gələn metabolitləri daha effektiv izləmək üçün miniatür sensor hazırlayıb. Yeni texnologiya müxtəlif xəstəliklərin aşkarlanması və müalicəsi, xəstələrin terapiyaya reaksiyalarının monitorinqi və dərmanların inkişafını sürətləndirmək üçün yeni imkanlar aça bilər. Tandem metabolik reaksiya sensorları adlanan sensorlar miniatür kimya laboratoriyaları kimi fəaliyyət göstərir. Hədəf metabolit sensora yaxınlaşdıqda fermentlər xüsusi kimyəvi reaksiyaya səbəb olur. Bəzi hallarda sensor bu reaksiyadan istifadə edərək birbaşa metaboliti aşkar edə bilər. Bir metaboliti birbaşa aşkar etmək mümkün deyilsə, fermentlər onu aşkar edilə bilən başqa bir molekula çevirir. Sensorun işləməsi elektronların mübadiləsinə əsaslanır. Fermentlər bir metabolit üzərində hərəkət etdikdə elektronlar köçürülür və nanoborucuların səthində elektrik cəryanı yaranır. Bu cəryanın böyüklüyünü ölçməklə alimlər metabolitlərin miqdarını müəyyən edir. Tandem metabolik reaksiya sensorları insan orqanizmi tərəfindən istehsal olunan müxtəlif metabolitlərin 3/2-sindən çoxunu aşkar etməyə qadirdir. Bu metabolik proseslərin ətrafı təsvirini əldə etməyə və xəstənin müalicəyə reaksiyasını izləməyə imkan verir.
İlanın ağına da lənət, qarasına da deyiblər, amma bizim söhbətlərimiz bugün ilan haqqında deyil, şərab haqqındadır. Şərabın xərçəng riski yaratdığı barədə kifayət qədər araşdırma var. Amma alimlər daha dərinə getməyə qərar alıblar və ağız xərçəngini ağ daha çox yaradır, yoxsa qırmızı şərab? Bu sualın cavabını veriblər. Spoiler verim qabaqcadan, ağ şərab daha təhlükəliymiş. Amma siz yenə də baxın. Yeni bir araşdırma göstərib ki, həm qırmızı, həm də ağ şərab oxşar xərçəng riskləri daşıyır. Lakin ağ şərab daha təhlükəli ola bilər. Nutrients jurnalında dərc olunan son araşdırma xərçəng olma nisbətlərinin qırmızı və ya ağ şərab içməkdən asılı olub-olmamasını araşdırıb. Risklər arasında əlaqəni qiymətləndirmək üçün meta-analiz aparılıb. 2023-cü ilin dekabr ayına qədər dərc edilmiş bütün müvafiq tədqiqatlar PubMed və Embase bazasından əldə edilib. Cari meta-analiz yalnız 3-dən çox şərab istehlakı kateqoriyası ilə perspektivli kohort və vəziyyətə nəzarət tədqiqatları əhatə edib. Tədqiqatın nəticələri ilkin axtarışdan əldə edilmiş meta-analiz üçün 252 məqalədən 42-si seçilib. Bunlardan müvafiq olaraq 20 və 22-incisi kohort və hal nəzarət tədqiqatları olub. Tədqiqatın nəticələri qırmızı və ağ şərabın eyni xərçəng riski ilə əlaqəli olduğunu təsdiqləyir. Ancaq yalnız ağ şərab dəri xərçəngi riskinin artması ilə əlaqəli olduğu məlum olub. Dediyim kimi, dünya yenə də arıq və gözəl olmaq üzərində savaşır. Ümid edirəm ki, bütün bunlar sağlamlıq üçündür. Sadəcə qarşı cinsin diqqətini cəlb etmək üçün deyil. Alimlər yenə küllü miqdarda pul xərcləyib, ömrünü, zamanını sərf edib və ən yaxşı diyetə hansıdır, hansı diyetə daha yaxşı arıqladır, bunu araşdırıb. Baxaq görək, nə deyirlər. Beyin üçün faydalı qidalanma həyat keyfiyyətini yaxşılaşdırırmı? BMC Nutrition jurnalında dərc olunan son araşdırmada alimlər aralıq dənizi pəhrizinin MIND, yəni neyrodegenerativ ləngimə zamanı hipertensiyanın dayandırılması yanaşmaları, kognitiv funksiyalar, əhval-ruhiyyə və orta yaşlı insanlar arasında həyat keyfiyyəti ilə əlaqələr tədqiqat effektivliyini sınaqdan keçirib. Araşdırma zamanı Şimali İrlandiyadan olan 40-55 yaş arası 41 sağlam iştirakçı onlayn şəkildə təsadüfi yolla seçilib. İştirakçılar təsadüfi olaraq 3 qrupdan birinə təyin edilib. Dəstəkli MIND pəhrizi, dəstəksiz MIND pəhrizi və 12 həftə ərzində standart pəhriz tövsiyələrinə əməl edən nəzarət qrupu. Qida maddələrinin istehlakına Nutritics proqramından istifadə edərək nəzarət olunub. Həmçinin MIND pəhrizinə riayət edilməsi beyinə faydalı və zərərli 15 qida komponentinə əsaslanan qiymətləndirmə sistemi ilə dəyərləndirilib. Nəticədə pəhrizə riayət edən iştirakçılar müdaxilə əvvəlindəki vəziyyətlə müqayisədə müdaxilədən sonra qaydalarda daha yaxşı əməl etməyə başlayıb. Əhval-ruhiyyəni, həmçinin həyat keyfiyyətini qiymətləndirərək müdaxilədən sonra müsbət emosional vəziyyətin nəzarət qrupları ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı müşahidə edilib. Bu da göstərib ki, bu diyeta fiziki rifahın yaxşılaşmasına da kömək edir. Günə sadəcə bir ovuc, təxminən 30-40 qram qoz fındıq yemək sizi yaşlılıqda da yaddaşı mükəmməl və eyni zamanda idraki əla olan bir insana çevirəcək. Alman alimlərin bu araşdırması isə təbii ki, çoxdan bizə məlumdur, amma maraqlıdır. Niyə bizim xalqda qoz fındıq yemək kimi bir adət və yaxud da vərdiş yoxdur? Ancaq Novruz bayramında görə bilirik qoz fındığı. Halbuki hər zaman gün ərzində heç olmasa bir ovuc qoz fındıq yemək vacibdir. Hər gün qoz fındıq yeyənlərin idraki daha güclüdür. Alimlər 50-dən çox yaşı olan 883 İtaliyalının məlumatlarını təhlil edərək onların idrak qabiliyyətlərini və pəhriz vərdişlərini, xüsusən də qoz fındıq istehlakını qiymətləndirib. İştirakçılar 2 qrupa bölünüb. Birincisi müntəzəm olaraq gündə təxminən 40 qram qoz fındıq istehlak edənlər, ikincisi isə təxminən 4 qram. Nutrients jurnalında dərc edilən araşdırma daha çox qoz fındıq yeyənlərin kognitiv pozulma riskinin 68% daha az olduğunu müəyyən edib. Başqa bir araşdırmada 28 gün ərzində gündə 30 qram qarışıq qoz fındıq istehlakı da idrak funksiyasında əhəmiyyətli irəliləyişlərlə nəticələnib. Fındıq neyroprotektiv təsir göstərən sağlam yağlar, antioksidantlar və polifenollarla zəngindir. Onlar idrak qabiliyyətinin azalmasına səbəb olan oksidləşdirici stress və iltihabı azaltmağa kömək edir. Kognitiv funksiyanı yaxşılaşdırmaqla yanaşı, qoz fındıq ürək damar sisteminə müsbət
təsir göstərir. Mütəxəssislər hər gün qida rasionunuza 1 ovuc qoz fındıq daxil etməyi məsləhət görür. Bu, badam, fındıq, qoz, püstə və ya onların qarışığı ola bilər. Fındıqların yüksək kalori olduğunu xatırlamaq vacibdir. Buna görə də onların istehlakında mülayimlik artıq çəki əldə etməməyə kömək edəcəkdir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb hadisələrini bizdən öyrənin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.